alın yazısı əgər bu mənadadır ki, Allah bilirmi neyəcəyi əvvəldən bunu bilir. Amma o bilgilər bizi vadar eləmir, bizi məcbur eləmir. Bizim etdiklərimizi bilir. Nəinki onun bildiyini edirik. Yəni, məsələn, mən, siz bilirsiniz də, indi veriliş qutaran sonra mən geyəcəm. Burada qalmayacam ki, bilirsiniz, damlısınız. Amma siz bilirsiniz deyənə mən getməyəcəm ki, mən gedəcəm deyənə siz bilirsiniz. Yəni, bilgilər vadar eləmir qarşı tərəfi. Elə qalsa Allah bilir mən neyniyəcəm. İndi Allah özü də məgər məcbur oldu. Yəni, özü də bilir ki, əvvəldən. O bilgisinin özü də məcburiyyətindədirmi? Belə bir dənə fəlsəfədə hətta belə bir mövzu var. Ona görə deyirlər, insan muxtar varlıqdır. Muxtarlığını da ixtiyarlı olub olmamasını bilmək istəyirsə, hüzurən dərk edir. Hüzur elm nədir? Canınla anlayırsan ki, mən ixtiyarlı varlığam. Onu da anlamağın yolu şəkdir, şək. Hərdən şəkkə düşürsənmi, sağa gedim, sola gedim. Əgər bir şey ki, məsələn, yazılıb etməliyəmsə, şəkkə nə düşürəm ki, gedərəm də sağa gedərəm, ya sola. Bu şəkk onu göstərir ki, sən muxtarsan. Şək özü sənin muxtar olduğundan xəbər verir. Və alın yazısı bu mənada yoxdur. İnsanın özünün rolu var. Sadəcə bu var ki, ilahi mərhəmətlər, ilahi lütflər var ki, qabağa yaxşı şeylər çıxardır, dəyərləndirə bilsin, nə gözəl. Ya özünün addımlarına görə pislər gəlir səni tapa bilər, bu da mümkündür. Və yaxud hətta bir nəfər gəlib tapa bilər ki, o insan imtihanlı ola bilər, imtihandan necə çıxacaqsan. Yəni, imtihan dünyasıdır bu dünya. Əgər imtihan dünyasıdırsa, alın yazısı ola bilməz. Dünyanın adına Allah imtihan dünyası qoyub, alın yazısı qoymuyor.